Mövzu ətrafında müzakirəmizi davam etdiririk. Müzakirəmizi Milli Məclisin Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin üzvü Günay Ağamalı ilə davam etdiririk. Xoş gəlmişsiniz Günay xanım. Təşəkkür edirəm. Əxəm, mövzumuz erkən nikahla bağlıdır. Ümumiyyətlə, son vaxtlar bir sıra bölgələrimizdə də erkən nikah hadisəsi yaşanır və bunun da qarşısını polis əməkdaşları tərəfindən bəzi bölgələrimizdə alınıb. Amma Astarada olan hadisə hər birimizi üzdü desək, mənə elə gəlir ki, çox sadə qalar, çox adi bir şey kimi görünər. Bu məsələ elədir ki, illərdir mübarizə aparılır bununla bağlı, amma nədənsə dəyişən bir şey yoxdur. Ümumiyyətlə, erkən nikah deyirik də. Burada günahkar kimdir? Həmin xanımdırmı, yoxsa onun ailəsidirmi? Erkən nikah anlayışı ümumiyyətlə bugün cəmiyyətdə formalaşmasının kökündə dayanan təbii ki, valideynlərdir. Çünki dilimizdə buna erkən nikah deyirik. İnsan özü qərar verib bu addımı atmaq hüququna malik deyil. Çünki bilirsiniz ki, Azərbaycan Respublikasında nikah 18 yaşının həm qızlara, həm oğlanlara şamil olunur. Yəni, qanunda bu öz əksini tapır. Demək ki, burada bütün günahların kökündə valideyn məsuliyyətsizliyi dayanır. Valideynin övladına qarşı göstərdiyi laqeyd münasibət dayanır. Və deyərdim ki, hətta biraz bəlkə sərt çıxacaq, övladından bezmiş kimi bir deməli anlama gəlmək olur. Çox təəssüf ki, bu məsələ ətrafında çox geniş müzakirələr aparılmasına baxmayaraq, qanunda müəyyən tənzimləmə işləri görülməsinə baxmayaraq, hələ də bu məsələyə bu cür məsuliyyətsiz yanaşan insanlar cəmiyyətimizdə mövcuddur. Dövlətimiz tərəfindən müvafiq addımlar atılır. Bu məsələdə xüsusilə mən Daxili İşlər Nazirliyinin fəaliyyətini önə çəkmək istərdim ki, daim mübarizə aparılır bu məsələlərlə bağlı. Qeyri-hökumət təşkilatlarımız var ki, hansı ki, konkret olaraq bu işlərin qarşısının alınması ilə məşğuldurlar. Maariflənmə işlərini geniş şəkildə təbliğ edirlər. Lakin bütün bunlara baxmayaraq, əgər bugün biz günümüzdə bu məsələlərlə, hətta deyərdim problemli, çox böyük problemli məsələlərlə üzləşiriksə, demək ki, biz maarifləndirmə işini daha da gücləndirməliyik və bu maarifləndirmə işi məhz bölgələrdə valideynlərin iştirakı ilə keçirilməlidir. Hətta bu məsələlərin deməli iştirakında birbaşa məktəb müəllimləri, məktəb kollektivi də qatılmalıdır. Çünki baxın, bir uşaq birdən-birə dərsə gəlmədən olmur ki, deməli bu bir həftə, 10 gün müəyyən burada proseslər gedir, hazırlıq işləri görülür. Bu uşaq davamlı şəkildə bir gün belə gəlməyəndə demək ki, məktəb tərəfindən də müəyyən müəllimlər tərəfindən də müəyyən boşluqlar var ki, bu uşaq hardadır, dərsə niyə gəlmir, nəyə görə bugün? Yəni valideynlə məktəb arasında da sıx əlaqə olmalıdır. Uşağın bir gün dərsə gəlməməyindən də doğa bilən bir problemlərdir. Hətta sizin dediyinizdən mən belə başa düşdüm ki, erkən nikahın baş verməsinin səbəblərindən biri də rayonda regional təhsil idarəsinin böyük bir şey var burada. Hər halda buna nəzarət olunmalıdır. Uşaq dərsə gəlmirsə, buna ciddi şəkildə nəzarət olunmalıdır. Uşaq nəyə görə gəlmir? Valideynin bundan xəbəri var, yoxdurmu? Bunun üçün valideyn məktəbə dəvət alınmalıdır, izahat yazılmalıdır. Uşaq davamlı şəkildə məktəbə hansı səbəbdən gəlmir? Yəni, bütün bunların kökündə bir mənalı şəkildə ən böyük problemi yaradan, məsuliyyətsizlik göstərən bu valideynlərdir. Və daha sonra təbii ki, qeyd etdiyimiz məsələlər də öz əksini tapır. Və təsəvvür edin ki, bugün biz cəmiyyətdə bu cür gənclik formalaşdırmaqla əslində gələcəkdə 3 il, 5 il sonra dağılan ailələrin kökünü qoymuş oluruq. 17 yaşında bir gənc qız əgər özü öz qərarından vermədən təbii ki, çox hallarda bu məsələlərdən bixəbər olaraq valideynlər onun əvəzinə bir addım atırlar. Əvvəla, onun bir il sonraki, yəni 17 yaşında qızdan söhbət gedirsə və digərlər, fərqi yoxdur. Onun bir il sonraki, yəni 18 yaşındakı olan hüququnu valideyn onun əlindən almış olur. Valideyn imkan vermir ki, uşaq böyüsün, öz hüququnu tanıdığı dönəmdə bu addımı atsın, öz seçimini eləsin. Bəlkə o insanla bu heç bir anlağa gəlməyəcək, ondan ailə qurmaq niyyətində olmayacaq. Yəni, bütün bunları biz, təbii ki, sizlər media vasitəsilə
millət vəkilləri, cəmiyyətin sayılıb seçilən ziyalıları, nümayəndələri bu məsələləri çox geniş şəkildə müzakirə etmələrinə baxmayaraq, yenə də görürsən ki, müəyyən vaxtdan sonra, müəyyən bir məqamdan sonra hansısa bir bölgədə yenə bu məsələlər ortaya çıxır. Demək ki, daha öncə qeyd etdiyim kimi bölgələrdə maarifləndirmə işini biz daha sıx şəkildə keçirtməliyik. Hətta ora media nümayəndələrinin də deməli dəvət olunması hesab edirəm ki, yerinə düşərdi. Bu çox mütləqdir ki, baxın, misal olaraq deyirəm, Astarada misal olaraq bu tədbir keçirildi, bunu işıqlandırmaq və daha sonra həmin o valideynlərin, yəni o valideyn deyəndə, yəni bu axı bölgədə keçirilirsə, deməli, oradakı bölgədəki insanlar arasında düşüncələrində, fəlsəfələrində və yanaşmalarında bir problem var. Bu problemin də aradan qaldırılması üçün mütləq tədbirlər keçirilir. İnsanlar, özləri təhsildən kənar qalmış insanlardır, zamanında təhsil almayan insanlardır. Baxın, ali təhsilli, özünü bu nə ata, nə ana cəmiyyətin bəlli deməli görünən tərəfində olmayanlar, necə deyim, özünü zamanında özü də buna məruz qalmış insanlar bunu edəcəklər. Çünki onlar bunu görüblər. Hətta deyərdim ki, köhnə o vərdişlərin, köhnə adətlərin bir davamı kimi bunu biz qiymətləndirik. Fəaliyyəti, istər, bax, mən sizə çox böyük bir nümunə göstərəcəm. Yəni, bugün Azərbaycanda bizim birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva, bütün Azərbaycan xanımları ondan örnək götürür. Bizim vitse-spikerimiz Sahibə xanım Qafarova, ombudsmanımız xanım Səbinə xanım Əliyeva və digər Milli Məclisdə ötən illərə baxanda daha az xanım deməli təmsil olunursa, artıq bugün xalq xanımları daha çox orada görmək. 7-ci çağırış Milli Məclisdə artıq 26 nəfər qadın deməli deputatlar var. Daha sonra səhiyyə sahəsində, təhsil sahəsində, məhkəmə strukturlarında, icra strukturlarında baxın, qadınlarımız bugün nə qədər özlərini həqiqətən də sübut edirlər, göstərirlər və cəmiyyətin aparıcı sütunlarındandır qadınlar. Baxın, qadın olmasa əslində cəmiyyət olmaz ki, yəni cəmiyyət yalnız tək kişilərdən ibarət ola bilməz ki. Bu cür düşünən insanlar da, yenə də deyirəm ki, özləri zamanında bu cür deməli, deyərdim ki, hallarla qarşılaşıblar və onlarda sanki bir fobiya yaranıb ki, mən qızımı qorumalıyam bu şəkildə. Daha düşünmürlər ki, sənin qızın bugün 17 yaşında, 16 yaş, ən yaxşı halda 17 yaşındadır erkən nigahlarımız. 13 yaşında ilə rastlaşırıq, 14 yaşında ilə rastlaşırıq. Yəni, bu heç bir çərçivəyə sığmır. Nə qanuna sığmır, nə insanlığa sığmır, nə vicdana sığmır. Heç nəyə sığmayan bir addımdır. Biz valideynlərin üzərinə yükü qoyduq və yaxud da həmin erkən nigahın qurbanı olan xanımın üzərinə. Bəs niyə biz bir yükü də, misal deyək, Ailə Qadın Uşaq Məsələləri Komitəsinin üzərinə qoya bilmirik? Demək ki, bəzi atılan addımlar özünü doğrultmur ki, bu hadisələr baş verir. Komitə misal üçün nə edir? Və yaxud da hansı digər icra orqanları var ki, onlar bu məsələdə böyük bir təbliğat və təşviqat kampaniyası aparır və biz onları görə bilmirik? Mən sizə deməli, diqqətinizə çatdıracağım. Baxın, ailə daxilində hansı proses gedirsə, bunu Ailə Qadın Uşaq Komitəsi bilə bilməz. Bu problem yaranır ki, artıq komitə məlumatlı olur. Təbii ki, valideynlər çağırılır, onlarla müəyyən deməli tədbirlər görülür. Lakin bu məsələ axı ailənin daxilində baş verir və yaxud icra orqanlarını dediniz. Rayonda bir, hətta bu yaxınlarda bu olaydan daha öncə bir məsələ çıxdı ki, yenə də bir valideyn toy deməli tədarükü görmüşdü. Hətta valideyni də danışdırırlar. Dedi, mən şadlıq evinə ödəniş ödəmişəm, yox, mən onu geri ala bilmərəm və s. Baxın, görün insanlar nə qədər, yəni, üzr istəyirəm, yəni
yəni belə dar çərçivədən düşünürlər ki, yəni bu adam son anda belə övladını həmin o məbləğə ödənişə qurban edir ki, mən ora ödəniş ödəmişəm, mən o ödənişim mənim batacaqdır. Yəni buna Ailə Qadın Uşaq Komitəsi neyləsin, buna yerli strukturlar neyləsin. Bu insanların düşüncələrində, fəlsəfələrində bir dönüş olmalıdır. O dönüşü də bizlər, cəmiyyət olaraq hamımız yəni bu məsələdə aktivlik göstərməliyik. Heç kəs özünü çəkib kənara qoya bilməz ki, bu mənlik deyil və yaxud da mənə aid məsələ. Bu hamımızın məsələsidir, bu hamımızın ürək ağrısıdır. Bu hamımızın sonuçta faciəsidir. Bu bizim gələcəyə ümidlərimizin puç olması deməkdir. Axı biz hər zaman deyirik, bizim gələcəyimiz gənclərin əlindədir. Yəni bu cür gəncləri məhv eləməklə hansı gələcək, hansı sağlam gələcəkdən söz danışıla bilər. Və ən əsas məqamlardan biri də burada təkcə uşaqların hüquqlarına girməkdən də əlavə, həm də onların sağlıqları düşünülmür. 17 yaşında, 16, 13, 14 və s. yeniyetmə dönəmində sən bir qız uşağının özünün oyuncaqla və yaxud da hansısa bir uşaqlığını əlindən alırsan, özü gəlinciklə oynamalı olan bir zamanda sən onu həyatın ən böyük bir yoluna atırsan. O bilmir ailə nədir, onun hələ ailədən anlayışı yoxdur. Onu quracağı ailədə nə kimi çətinliklər gözləyir, nə olacaq, nə baş verəcək situasiyalarda bu insan özünü nə cür çıxardacaq, qərar verib çıxarda biləcəkmi, edə bilməyəcək, çünki o qərarı özü verməyib, valideynləri verib. Sonuçda yenə də gələcək valideynlərə, yenə də valideyn ona səhv bir məsləhət verəcək, ailə dağılacaq. Təşəkkür edirik Günay xanım, minnətdarıq. Bəli, əziz izləyicilər, bizim qonağımız Milli Məclisin Ailə Qadın Uşaq Məsələləri Komitəsinin üzvü deputat Günay Ağamalı idi. Bugünlük bizdən bu qədər. Sağ olun, salamat qalın. Sabah yeni saatda mən İman İmanlı və həmkarım Nigar Rövşən qızın təqdimatında xəbər aparanı izləməyi unutmayın. Sağ olun, salamat qalın.